Salam. Bugün sizlərlə tənliyin 5-ci bölməsi modul tənlik və irrasional tənlik keçəcəyik. Modul tənlik adından görünür, modul olan tənlikdir. İrrasional tənlik isə kök işarəsinin daxil olduğu tənlikdir. Aydındırmı? Gəlin, mən sizə modul tənliyin bir neçə növü var. O növlərin hamısı cəm 4 dənə modulla bağlı sual izah edəcəm. O 4 növün 4-ünü də bilsəz, istənilən modul tipli sualı yaza biləcəksiniz. Məsələn, baxaq. Birinci baxaq. Gəlin baxaq. Ən adi bir moduldan başlayacağam. Yazaq modul. Məsələn, kök altında x-dir. Modulda x-dir. Bərabərdir 7. Bu modulun neçə dənə kökü var? Bir müsbət 7, bir də mənfi 7. Məsələn, modul 5. Neçə dənə kökü var? 1 müsbət 5, bir də mənfi 5. Yəni uşaqlar, modulun hərəsindən 2 kök çıxır. Ona görə sizə bir kvadrat tənlik versə, amma x-i modulun içində yazsa, siz də bilirsiniz ki, cüt dərəcə elə modulun dərəcəsidir, fərqi yoxdur. Yəni cüt dərəcəni modulda hər zaman yaza bilərsiniz. Yəni biz x-in kvadratını özümüz modula salırıq. Sizə tənliyi bu şəkildə verir. X-in kvadratını özümüz modulda yazırıq ki, dəqiq əmin olaq ki, bu modul tənlikdir. Uşaqlar, kvadrat tənliyin 2 dənə kökü olur. Amma hər moduldan da 2 kök çıxır deyə 4 dənə kökü olur. Son cümləni deyirəm. Modul tənliyin 4 kökü olur normalda. Çünki hər moduldan da 2 dənə kök çıxır. 4 kök olması üçün şərtlər necə olmalıdır? Uşaqlar, baxın. Müsbət ədədə vuranda hasil hissə C-dirmi? C müsbət olmalıdır. Müsbətlə müsbətin cəmi də müsbətdir. Amma biz bura cəmi əks işarə ilə yazırıq. Yəni B əks işarə olduğuna görə mənfi olur. Aydındırmı? Sizə modul tənlik versə, soruşsa ki, nə vaxt 4 kökü olur? Sonuncu ifadəni müsbət eləyəsiniz, ortadakı ifadəni mənfi eləyəsiniz. Yəni cəm və hasil hissəyə fikir verəsiniz. Bəs sizə desə ki, nə vaxt 3 kökü olur? Əlimə baxın, görüm. Sizcə modul tənliyin hər x-dan 2 dənə kök çıxır. Amma bizə 3 dənə lazımdır. Sizcə modul x 0-a bərabər olsa, bir dənə kök çıxırmı? Bizə də lazımdır uşaqlar 3 kök. Baxın. Deməli, biri müsbət olsa, biri 0 olsa, müsbətdən 2 kök çıxacaq, 0-dan 1 kök olacaq 3 kök. Baxın, yazıram. Modul tənliyin 3 kökü olması üçün nə olmalıdır? Yenə 5-i 0-a vuranda 0 eləyir, yəni müsbət ədədi 0-a vuranda 0 eləyir. Hasil hissəyə bu dəfə 0 yazıram. Müsbət ədədlə 0-ı toplayanda təbii ki, müsbət ədəd eləyir. Burada əksini yazırdım deyə B-yə yenə mənfi yazıram. Yəni uşaqlar, baxın, sizə tənlik versə, modul tənlik. Desə ki, nə vaxt bunun 3 dənə kökü olur? Bu hissəni 0-a bərabər eləyəcəksiniz. Bu hissəni mənfi eləyəcəksiniz. Aydındırmı? Buna aid topluda nə qədər sual var. Moduldan başa salmaq istədiyim 2 qayda buydu. İndi növbəti 2 qaydanı da başa salacağım. 3 kökü nə vaxt olur? 4 kökü nə vaxt olur? Dedim. İndi modul tənliyin uşaqlar 2 dənə növü var. Birincisi, hər iki tərəfi modul olsun. Yenə yazırıq. Modul tənliyin. Bayaq köklərindən danışdıq, indi həllərindən danışacaq. Bayaq kök sayından danışdıq. Məsələn, uşaqlar, sizə verib 3x çıx 5 bərabərdir 2x. Hər iki tərəf moduldursa, uşaqlar, ya ikisini də müsbət çıxarırsınız. Müsbət demək nə deməkdir? Olduğu kimi çıxmaq deməkdir. Yəni, uşaqlar, modulları atıb köçürürsünüz. Bildinizmi, modul tənliyi həll edəndə birinci halda modulların ikisini də atırsınız. İkinci halda birincini olduğu kimi saxlayıb ikincini dəyişirik. Yaxşımı? Deyirsiniz ki, müəllimə, niyə ikisini də mənfi eləmirik? Çünki müsbət elədiniz, müsbət mənfi elədiniz. Niyə mənfi eləmirik? Çünki mənfi eləsək, bu mənfilər ixtisar gedir, müsbət qalırmı? Yəni, eyni işarə verdik də. Bir dəfə eyni işarə müsbət verirsiniz, bir dəfə birinə müsbət, birinə mənfi. Heç bir fərqi yoxdur. Əsas o ki, birinə müsbət verin, o birinə mənfi verin. Müsbət verdiyimiz özü çıxacaq, mənfi verdiyimiz mənfi ilə çıxacaq. Anladınızmı? X-ları bir tərəfə yığıram. X bərabərdir müsbət 5, kökün birini 5 tapdım. Bir dəfə də burada X-ları bir tərəfə yığıram. 5x bərabərdir 5. Kökün birində 1 tapdım.
Gördünüz mü? 2 dənə kök tapdım. Həmişə sonda yoxlayın. Gəlin x-in yerinə 5 qoyaq. 15-dən 5 çıxanda 10 eləyir. 2-ni 5-ə vuranda 10 eləyir. Bu ödəndi. Bu ödəndi. İndi 1 qoyuram. 3-dən 5 çıxanda -2 eləyir. Və moduldur deyə müsbət 2 eləyəcək. 2-ni 1-ə vuranda 2 eləyir. Uşaqlar, -2-nin də modulu 2-dir. Müsbət 2-nin də modulu 2-dir. Yəni bu da ödənir. Hər iki kök ödənir. Birinci başa salmaq istədiyim qayda buydu. Hər iki tərəfi modullu sual görəndə ya ikisini də müsbət çıxarırsınız, ya da birini müsbət, birini mənfi. Amma ikisini də eləyirsiniz və, ya yox, və. Yəni ikisini də eləyirsiniz. İndi növbəti sizə başa salmaq istəyirsiniz dördüncü qaydasını. Dördüncü qayda odur ki, uşaqlar bir tərəfi modul olsun, o bir tərəfi modul olmasın. Bu blok sualıdır. Çox diqqətli olun. Bir tərəfi modul olan, o bir tərəfi modul olmayan tənlik. Biz bilirik ki, modula nə edirik həmişə? Şərt veririk. Müsbət olarsa nə olar? Baba, buna şərt verəcəm. Bu müsbət olarsa. Bir də şərt verirəm, mənfi olarsa. Çünki uşaqlar, o birisi onsuz modulsuzdur da. Modulsuz ifadə dəyişmir, amma modullu ifadə dəyişə bilər. Uşaqlar, gəlin hələ şərtimizi həll edək. 2x böyükdürsə 4-dən, x böyükdür 2-dən. X 2-dən böyük olarsa, gəlin indi həll edək görək, nə olur? Müsbət olanda nə olurdu? Özü çıxırdı. Uşaqlar, 2x çıx 4 özü çıxır. Sağ tərəfi də onsuz modulsuzdur deyə köçürürəm. Bir tərəfə yığıram. Olur 5x bərabərdir 5. X bərabərdir 1. Uşaqlar, biz şərt verdik ki, 2-dən böyük olarsa cavab 1-dir. Sizcə 1 2-dən böyükdür ki, xeyr, demək ki, tapdığımız cavab bu ödənmir. Yəni, bu boş çoxluqdur. Bizə bu şərti ödəyən bir şey lazımdır. Çünki biz şərt vermişik ki, müsbətdirsə. İndi bəs mənfi şərti versək. 2x kiçikdirsə 4-dən, x nədən kiçikdir? 2-dən. X 2-dən kiçik olarsa, gəlin, biz bilirik ki, mənfi, bu uşaqlar müsbətdirsə özü çıxırdı. Mənfidirsə, mənfi şərtini vermişəmsə, yerin dəyişib çıxırdı. Yadınızdadırmı? Yerin dəyişin 4 çıx 2x. Onsuz sağ tərəf modulsuzdur. Olduğu tərzdə çıxarın. X-ları bir tərəfə yığıram. Mənfi 2x-in üstünə 3x yığanda x eləyir. 1-dən 4-ü çıxanda -3 eləyir. Uşaqlar, gəlin bir daha baxaq. -3 2-dən kiçikdir. -3 daha kiçikdir. 2-dən kiçikdir. Ödənir. Deməli, kökümüz nə oldu? -3. Hər ehtimal yoxlayın. 2 vur -3, -6. -6-dan 4-ü çıxanda -10, amma moduldur deyə müsbət 10. -3-ü -3-ə vuranda 9, 1-in üstünə 9 gələndə 10. Yəni, həqiqətən ödənir. Deməli, bir dənə kökümüz var, o da -3. İndi ümumiləşdirək. Deməli, hər iki tərəf modul olanda bayaq başa saldıq. İkisini də ya müsbət çıxarırıq, ya da birini müsbət, o birisini mənfi. Amma bir tərəf modul olanda şərt verirəm o modula. Bir dəfə müsbət şərtini verirəm, bir dəfə də mənfi şərtini verirəm. Dediyim kimi, bu blok sualdır. İndi baxa bilərik suallara. Davam edək. Elə birinci sualdan baxaq. Birinci sual. Təbii ki, kökü bir tərəfdə saxlayacağım. Ədədləri o biri tərəfə keçirəcəm. 8-dən 2-ni çıxıram. 6. Kök görəndə kvadrata qaldırıram. Sol tərəfi kvadrata qaldırdımsa, sağ tərəfi də qaldırıram. Köklə kvadratdır 3x qalır. 6-nın kvadratı da 36-dır. 36-nı 3-ə böləndə 12. X-i tapdım 12. Hər ehtimal 1-də yoxlayın. 3 üstə gəl 6. Həqiqətən 8 edir. Üçüncü sual. Neçə həqiqi kökü var? Yəni ödənən. Həqiqi sözünü görüb saçmayın. Ödənsin. Ödənən kökü var. İkinci suala baxaq. Daha doğrusu üçüncü suala. Kök altında 4-cü dərəcədən x çıx 1. Bir də x üstü 4 çıx 16. Həmişə uşaqlar sizə bir şey demişəm ki, yox, bu elə belə qalsın. 16 olaraq da qalsın. Bərabərdir 0. Nəyi nəyə vuranda 0 edir? 0-ı 0-a vuranda x çıx 1-i bir dəfə 0-a bərabər eləyəsiniz. X olacaq 1. Bir dəfə də bunu 0-a bərabər eləyəcəyik. X üstü 4 bərabərdir 16. Nəyi 4 dəfə bir-birinə vursam 16 eləyəcək? 2-ni. Axı uşaqlar, təkcə müsbət 2-ni yox, mənfi 2-ni də. Çünki cüt dərəcə onsuz mənfini udacaq. Yenə 2 qalacaq. Bayaq bir şey demişdim sizə. Cüt dərəcə görəndə o modul deməkdir.
Yəni nəyin modulunu 4 dəfə bir-birinə vuranda 16 eləyəcək, müsbət 2 ilə mənfi 2-ni. Uşaqlar, hazırda 1, 2, 3 dənə kök tapdım. Amma 3-ü də ödənsə 3 dənə ödənirmi? X-in yerinə 1 qoysam, hə, bura ödənir. 1-dən 1-i çıxanda 0 eləyir. 0-ı da nəyəsə vursam 0 eləyəcək. X-in yerinə 2 qoysam, bura 1 eləyir, bura 0 eləyir. 1-i 0-a vursam 0 eləyəcək. X-in yerinə mənfi 2 qoysam, mənfi 2-dən 1-i çıxın, eləyir mənfi 3 uşaqlar. Vurulsun, bura onsuz 0 eləyir. Amma biz bilirik ki, kökün içi mənfi ola bilərmi? Xeyr. Cüt dərəcədən kökün içi mənfi ola bilməz. Yadınızda qaldı mı? Kökün içi də müsbət olur, çıxan ədəd də müsbət olur. Əgər cüt dərəcədirsə. Yəni, heç vaxt mənfi ola bilməz. Ona görə bu mənfi kənar kökdür. Deməli, 2 dənə həqiqi kökümüz oldu. Yəni, ikisi ödəndi də uşaqlar, o birisi ödənmədi. 2 dənə A variantı. 7-ci sual. Çox rahat bir şeydir. Bunu bayaq demişdik. Nəyin modulu 3-dür? Bir müsbət 3-ün, bir də mənfi 3-ün. Həll edirəm. İçindəki ifadəyə bir dəfə müsbət 3 deyirəm, uşaqlar. Bir dəfə müsbət 3 deyirəm, bir dəfə də mənfi 3 deyirəm. Bildinizmi? Bir dəfə müsbət 3, bir dəfə mənfi 3-ə bərabər eləyirəm. Sonra 1-i bu yana atıram. X üstə gəl 3 böl 2 bərabərdir 4. Çarpaz vururam. Məxrəc yoxsa məxrəcə 1 yazıram. X üstə gəl 3 bərabərdir 8. X-i tapıram ki 5-dir. Burada da keçirəm o tərəfə. Mənfi 3-ün üstünə 1 gələndə mənfi 2. Məxrəc yoxdursa 1 yazıram. Çarpaz vururam. X üstə gəl 3 bərabərdir mənfi 4. Yenə X-i tapmaq üçün mənfi 4-dən 3-ü çıxıram, mənfi 7. Tənliyin köklərinin cəmini istəyir. 5 ilə mənfi 7-nin cəmi 5 çıx 7 deməkdir. Yəni, mənfi 2 deməkdir. Babək. 11-ci sual. Deyir, həqiqi köklərinin cəmini tapaq da. Yenə nəyə vuranda 0 edir? 0, 0. Valla görürsünüz necə sadədir. Kökün biri gözlə görünür ki 5-dir. 5-dən 5 çıxanda. O birisi də görünür ki, nəyin kvadratı 16-dır? 4-ün. Amma cüt dərəcə görəndə həm də nəyin kvadratı 16-dır? Mənfi 4-ün. İndi neçəsi həqiqidir? Gəlin, baxaq görək. Həqiqi köklərin də cəmini istəyir. Biz tapdıq 5, 4, bir də mənfi 4. Bir də ifadəni köçürək demişəm, axı ödənməlidir. Ödənsə həmin kökləri cavab götürürəm, ödənməsə yox. Uşaqlar, bu zaten istənilən qiyməti alır. Bizə bir dənə lazımdır ki, kökün içi müsbət olsun. 16-dan 5-in kvadratını çıxanda, 16-dan 25 çıxanda mənfi edir uşaqlar. Kökün isə mənfi ola bilməz. 16-dan 4-ün kvadratını çıxanda ödənir. 16-dan mənfi 4-ün kvadratını. Kvadrat onsuz mənfini udacaq və ödənəcək. Deməli, 2 dənə kökü var, 4 ilə mənfi 4. Həmin köklərin də cəmini istəyir. Biz də bilirik ki, əks ədədlərin cəmi nədir? 0. Əks ədədlərin cəmi 0-dır. Yəni, cavab oldu C variantı. 5 uşaqlar kökün içini ödəmir. 16-dan 25 çıxanda mənfi edir. Cüt dərəcədən kökün içi mənfi ola bilməz. 13-cü qayda. Bayaq demişdik ki, həqiqətən baxın, modul tənliyin 4 dənə kökün olması üçün bura müsbət olmalıydı, bura mənfi olmalıydı. Görürsünüzmü? Həqiqətən də belədir. 13-cüyə baxaq. Viet teoreminə görə cüt dərəcədə sonsuz demişik kvadrat olmalıdır. 5x, 6, 0. Vietə görə tapın görün. Vuranda 6, toplayanda müsbət 5 eləyən ədədlər 3-dən 2. Deməli, modulun biri 3-dür. Modulun o birisi 2-dir. Nəyin modulu 3-dür? Müsbət 3 ilə mənfi 3-ün. Nəyin modulu 2-dir? Müsbət 2 ilə mənfi 2-nin. Deyir, ən kiçik kökünü tapın. Bunların arasında ən kiçiyi mənfilərdən birini seçəcəm və mənfi 3-dür. 15-ci sual. Deyir, tənliyin köklərinin cəmini tapın. Tapaq da. Uşaqlar, kök görəndə nə edirdim? Kvadrata qaldırırdım. Sol tərəfi qaldıramsa, sağ tərəfi də qaldırıram. Yazıram 15-ci sual. Sol tərəf alınır 3x-in kvadratı çıx 6x üstə gəl 25. Sağ tərəfi kvadrata qaldıranda a çıx b-nin kvadrat düsturudur. A kvadrat çıxılsın 2ab üstə gəl b kvadrat. X kvadratlarını bir tərəfə yığıram. X-ları bir tərəfə yığıram.
25-lər eynidir deyə ixtisar gedir. 2x ortaq vuruq çıxaram. X-in 1-i qalır. 4x-i 2x-a böləndə 2 qalır. Nəyi nəyə vuranda 0 edir? 0-ı 0-a vuranda. Kökün 1-in 0 tapıram. O birisinin -2 tapıram. Bizə də deyir köklərin cəmi. 0 ilə -2-nin cəmi -2-dir. Deyirsiniz ki, müəllimə, burada niyə yoxlamadıq? Çünki burada da kök var. Əslində istəsəz yoxlaya bilərsiniz. Kökün içi müsbət olmalıdır. 0 qoyanda onsuz zaten görünür ki, 0-ın üstünə 25 gələndə müsbətdir. Yəni 0 ödəndi. -2-nin kvadratı 4 eləyir. 3 vur 4 12 eləyir. -6-nı -2-yə vuranda da 12 eləyir. Uşaqlar 12 ilə 12 24. 24-ün üstünə 25 gələndə 49 eləyir. Kök hatta 49-dan 7 çıxır. 5 çıx -2 də 7 eləyir. Həqiqətən ödənir. Uşaqlar ikisi də ödənir deyə hiss elədim ki, ödənir. Ona görə yoxlamadım. Köklərinin cəmi -2-dir. Sonra 23. Yəni imtahanda mütləq yoxlanmalısınız. Kök gördünüzsə, məxrəc gördünüzsə yoxlanmalıdır. 23 də sadədir. Çaşmayın. Nəyin modulu 9-dur? 1 müsbət 9-un, bir də -9-un. Yəni bu modulun içini 23-ü götürürəm. Bu modulun içini bir dəfə müsbət 9-a bərabər eləyəsiniz. Bir də -9-a bərabər eləyəsiniz. X çıx 2 bərabər olacaq 9-dan 5-ə çıxanda 4. Nəyin modulu 4-dür? Bir dəfə də eyni strategiya ilə yanaşırsınız. Nəyin modulu 4-dür? Bir müsbət 4-ün, bir də -4-ün. X çıx 2-ni bir dəfə müsbət 4-ə bərabər eləyəsiniz. Bir dəfə də x çıx 2-ni -4-ə bərabər eləyəsiniz. -4-ün üstünə 2 gələndə -2 eləyir. Bu belə. İndi bunu yoxlayıram. -9-dan 5-ə çıxanda -14. Sizcə moduldan mənfi ədəd sonuc cavab olaraq mənfi qiymət, mənfi rəqəm, mənfi ədəd çıxa bilərmi? Xeyr. Yəni, nəyinsə modul məsafə deməkdir. Nəyinsə məsafəsi -14 ola bilməz. Maşın geri də getsə 14 kilometr gedir. Yəni, bu səhvdir. Biz 2 dənə kök tapdıq. 6 ilə -2. 27. Çox maraqlı, sadə, amma eyni zamanda da diqqət tələb edən sualdır. Vuranda üstlər toplanır. 2-də 1 ilə 2-də 3-ü toplayın. X üstü 2-də 4. 4-ü 2-yə böləndə 2 eləyir. Nəyin kvadratı 1-dir? Müsbət 1-in, bir də -1-in. 2-dən kök tapdıq. Cavabda ikisi eyni anda da var, ayrı-ayrı da var. Hansını götürəcəm? Qayda deyirəm. Kəsir üstlü ifadə, yəni üstü kəsir olan ifadə. Üstü kəsir olan ifadə mənfi ola bilməz. Qaydadır bu. Üstü kəsir olan ifadə mənfi ola bilməz. İndi 27-ci sualın özünə baxın. Ya da istəyirsiniz, baba burada qara ilə yazıram. X üstü 2-də 1, X üstü 2-də 3 bərabərdir 1. Baxın, üstündə kəsir var. Bu ifadə mənfi ola bilməz. Yəni nə? Mənfi 1-i almayacaq. Mənfi ola bilməz. Bu qaydadır. Ona görə müsbət 1 alacaq. Anladınızmı? İmtahanda testin ifadənin üstündə kəsir görürsünüzsə, məsələn, x-in üstündə 7-də 5 görürsünüzsə, o x ancaq 0 və müsbət qiymətlər ala bilər. Mənfi qiymətlər ala bilməz. Siz B ilə A-nı sırazı çıxmalıydınız. Bu 3 dənə variantdan birini götürməliydiniz. Belə. Aha, baxaq 39-cu suala. Sizə nə deyir? Deyir, uşaqlar, köklə kvadrat itir. Cüt dərəcə itəndə nədə çıxır? Modulda. 39 modulda çıxır. X çıx 3 bərabərdir x çıx 3. Moduldan özü çıxırsa, olduğu kimi çıxırsa nədir? Müsbətdir. X çıx 3 deməli müsbət imiş. Uşaqlar, 0 da özü çıxır da, həm də 0-ın özünü də alır. Yəni, təkcə müsbət yox, 0-ın özü də özü çıxır. -3-ü o biri tərəfə atanda 3. 3 və 3-dən böyük ədədlər 3-dən müsbət sonsuzluğa. Uşaqlar, 3 və 3-dən böyük ədədlər. Oldu Y variantı. Baxırıq 45-ə. Maraqlı sualdır, maraqlı sualdır. Baxın görün. Biz sualın A parametrinin hansı qiymətinə? Bax, yeni bir parametr daxil edib. Biz ona baxıb fikrimizi qarışdırmırıq. Bizim bircə qaydamız var ki, modulu tək görürəmsə nə edirəm? Şərt verirəm. Siz də şərt verin. Bir dəfə uşaqlar x-a böyükdür 0 şərtini verəcəm. Şərt verirəm. Bir dəfə də x-a kiçikdir 0 şərtini verəcəm. Bu qədər sadə. Böyük 0 deyəndə nə eləyir? 2ax. Müsbətçi özü çıxır da uşaqlar. Müsbətçi özü çıxır.
Üstə gəl 2 bərabərdir 2ax çıx 3. 2ax-lar gedir. 2 mənfi 3-ə bərabər ola bilərmi? Xeyr. Deməli, buradan mənə heç nə çıxmır. İndi x-a mənfi şərtimi verirəm. Mənfi deyirəmsə, mənfi ilə çıxır. 2a-nı mənfi x-a vururam. Uşaqlar, mənfidirsə moduldan mənfi ilə çıxır. 2ax, yəni qabağına bir dənə mənfi çıxır da. Olur mənfi 2ax. Üstə gəl 2. 2ax, çıx 3. 2ax-ları bir tərəfə yığıram. Mənfi 4ax. Mənfi 3-dən 2-ni çıxıram. Mənfi 5. Mənfilər gedir. 4 dənə ax bərabərdir 5. Deyir, a-nın hansı qiymətində? A-nı istəyir deyə a-nı burada saxlayıram. Baba, a-nı burada saxlayıram. Çünki deyir, a-nın hansı qiymətində? 5 böl 4x. Digərlərini o biri tərəfə atıram. Uşaqlar, x-i hansı şərti vermişik? Mənfi. Gəlin, bax, 5-də 4 müsbətdir. Müsbət ədədi mənfi ədədə böləndə nə eləyir? Mənfi ədəd. Bir də deyim, uşaqlar, müsbət 5, 4-də 5 müsbətdir, x-da mənfidir, elə şərt vermişəm də. Müsbəti mənfiyə bölündə mənfi eləyir. Deməli, a mənfi olmalıdır. Sıfırın özünü ala bilməz. Çünki sıfır olsa, bunlar itir. 2 mənfi 3-ə bərabər olmur axı. Yəni, sıfırın özünü ala bilməz. Müsbət olmur, sıfırın özünü almır, ancaq mənfi ola bilər. Görün, hansı variantdadır. 45-də ancaq mənfi ola bilər, B variantı. 47-ci sual maraqlı sualdır, hər dəfə düşən sualdır. Siz qaydanı bilməlisiniz ki, böyük kökü, yəni uzun kökü, böyük miqdarda olan kökü bir tərəfdə saxlayıb, kiçikləri o biri tərəfə yığırsınız. Bunu saxlayıram bu yanda. Kiçikləri yığıram o yana. Kök görəmsə bir dənə qaydamız var da, kvadrata qaldır. Həll edirik. Köklə kvadrat itir. 2x üstə gəl 9. Daha burada modulda çıxarmayaq uşaqlar. Çünki hər iki tərəf. Bunun kvadratı a kvadrat üstə gəl 2 dənə ab üstə gəl b kvadrat. Bərabərin hər tərəfindən eyni ədədlər ixtisar gedir. X-ları bir tərəfə keçirəndə x, müsbət 6 kök x-i bu tərəfə keçirəndə mənfi 6 kök x. Çox vacib bir qayda deyirəm, bilirsiniz. Ədəd kökünün nəyidir? Kvadratıdır. İndi bura baxın, x kök x-in nə idi? Kvadratıdır. Uzaqdan baxanda kök x-lər görürsünüzmü? Ortaq çıxaram. Kök x-in birini çıxartdım, 1 qaldı. Kök x-i çıxartdım, 6 qaldı. Nəyi nəyə vuranda 0 eləyir? 0-ı 0-a vuranda. Kökün biri 0-dır. Bunu 0-a bərabər eləyəndə kök x bərabərdir 6. Kök görəndə kvadrata qaldırıram. Solu kvadrata qaldırdımsa sağı da qaldırıram. X bərabərdir 36. Kökün birini 0 tapdım, birini 6 tapdım. Köklərin cəmini istəyir. 0 ilə 36-nın cəmi 36. Hər ehtimal imtahanda yerinə qoyub yoxlayın. 61. Belə bir şey görəndə nə edəsiniz? Sizə demişəm də, eyni dərəcəli köklər görəndə vurma bölmədirsə, sırf vurma bölmədə, toplama çıxmada yox, vurma bölmədə bir kökün içinə sala bilərəm. 8 üstə gəl x-i. 8 çıx x-a vuranda a kvadrat çıx b kvadrat üstürə alınırmı? Yəni 8-in kvadratı çıx x-in kvadratı. Yəni 64 çıx x-in kvadratı. Bərabərdir x. Kök görəndə sol tərəfi kvadrata qaldırıram, sağı da qaldırıram. Köklə kvadrat itir. Qalır 64 çıx x-in kvadratı. Bu tərəfdə də qalır x-in kvadratı. Uşaqlar, x-in kvadratlarını bir tərəfə yığsam, 64 bərabərdir 2 dənə x-in kvadratı. Cüt ədədlər deyə hər tərəfi 2-yə bölsəm, x-in kvadratı 32-dir. Bizə x, tənliyi həll edin deyəndə x-i tapın deməkdir. Ona görə hər tərəfdən kök alıram. X bərabərdir kök altı 32. Kök altı 32-ni 16 vur 2 yazaram. Kök altı 16-dan 4 çıxacaq. 4 kök 2. Amma biz bilirik ki, nəyisə kvadratdan itəndə modulda çıxır da. Nəyin modulu 4 kök 2-dir? Biri müsbət 4 kök 2-nin, bir də mənfi 4 kök 2-nin. Gəlin, niyə götürmədiyimizi deyirəm. Uşaqlar, kökü cütdür də, cüt dərəcəli kökdür. Bu da müsbətdir, bu da müsbətdir. Müsbəti müsbətə vuranda müsbət ədəd alına bilər. Yəni, mənfi ədəd alına bilməz. Anladınızmı nə deyirəm? Yəni, ona görə müsbət 4 kök 2 götürürük. Diqqətli olun. Kökün, cüt dərəcə kökün içindən də çıxan müsbət çıxır. Müsbət ədədidən müsbət ədədə vuranda cavab müsbət olmalıdır, mənfi olmamalıdır. X yəni müsbət olmalıdır.
Sonra 71. Tənliyin köklərinin cəmini tapaq da. Aha, 2 dənə modul görürəm. Yazım. 2x üstə gəl 5 bərabərdir 3x. 2 dənə modul görəndə nə edirdim? Ya ikisini də müsbət çıxarırdım, ya da birincini müsbət, ikincini mənfi. Müsbətdə işarələr dəyişmir, elə olduğu kimi çıxarıram. Amma müsbət mənfidə birincini olduğu kimi çıxarıram. İkincini mənfi ilə çıxarıram. Baxaq. X-ları bir tərəfə yığanda, burada alınır x bərabərdir 5. Burada x-ları bir tərəfə yığanda 5x bərabərdir mənfi 5. X bərabər olur mənfi 1. Tapdım ki, 5 ilə mənfi 1. Bizdən bunların cəmini istəyir. 5 ilə mənfi 1-in cəmi 4 edir. Anladınız mı? 75 ən maraqlı suallardandır, fərqli tipdir. Elə də çətin bir şey deyil. 75, baxın görək. Bizə deyir ki, x üstə gəl 2a çıx 18 elə olduğu tərzdə çıxıb. X üstə gəl 2a çıx 18 tərzində çıxıb. Olduğu tərzdə çıxıbsa necədir? Müsbətdir. Müsbət. Amma 0 da ola bilər də, 0 da 0 olaraq çıxır da. Uşaqlar, deyir tənliyinin həlli, yəni x. Yəni bu tənliyi həll eləməliyəm, x-i tapmalıyam. X böyük bərabərdir. 2a oyuna keçəndə mənfi 2a olur. Mənfi 18 oyuna keçəndə müsbət 18 olur. Anladıq mı? Anladıq ki, uşaqlar, tənliyin həlli, yəni x nədir? 18 çıx 2a-dan daha böyük ədədlər, yəni müsbət sonsuzluğa qədər olan ədədlər. Amma şərtdə nə verib görün, bax qırmızı ilə yazıram. Şərtdə verib ki, həlli a çıx 3 müsbət sonsuzluqdur. Şurada bərabər eləyəsiniz uşaqlar. Biz tapmışıq həlli 18 çıx 2a-dan müsbət sonsuzluqadır. Orada da verib ki, a çıx 3-dən. Ona görə bu ikisini bir-birinə bərabər eləyir. A ilə 2a-nı bir tərəfə keçirəndə 3a, 18-dən 3-ü bir tərəfə keçirəndə 21, a olur 7. Yəni a-nın 7 qiymətində həlli budur. 78. Tənliyin köklərinin kvadratları cəmi. Hələ kökünü tapaq uşaqlar. Sonra köklərini kvadrata qaldırıb cəmini tapaq. Bir köklərini tapaq. Yəni sual oxuyanda çox da təkərə düşməyin. Yenə uşaqlar 10 üstə gəl y, 10 çıx y. Bunları bir tərəfə yığaq. Ədədi də bir tərəfdə saxlayaq. Dondu. Hə, uşaqlar, davam edək. Kök görəndə nə edirik? Kvadrata qaldırırıq. Sol tərəfi kvadrata qaldırdımsa, sağ tərəfdə kvadrata qaldırıram. A üstə gəl B-nin kvadrat düsturu nədir? A kvadrat. Üstə gəl 2 dənə bu köklərin hasili. Eyni kökdür deyə, eyni kökün içində vururam. Bu köklərin hasili. Üstə gəl ikincinin kvadratı. Köklə kvadratdır 10 çıx y qalır. Kök altı 20-nin kvadratı da 20-dir. Uşaqlar, bərabərin sol tərəfində 20 görürəm. Sağ tərəfində də baxın 20 görürəm. Bu 20-lər ixtisar getdimi? Y çıx y görürəm. Bu y-lər də ixtisar getdimi? Qaldı 2 dənə kök altda. A üstə gəl B-ni A çıx B-yə vuranda həmişə çıx olan hissəyə baxırıq. A kvadrat çıx B kvadrat. Yəni 100 çıx y-nin kvadrat düsturudur. Bərabərdir 0. 2-ni nəyə vursam 0 eləyər? 0-a. 100 çıx y-ın kvadratı 0-dır. 100-dən nə çıxsam 0 eləyər? 100. Nəyin kvadratı 100-dür? Müsbət 10-dan mənfi 10-un. Bizə də deyir ki, köklərinin kvadratlarının cəmi. Uşaqlar, müsbət 10-un kvadratı, bir də mənfi 10-un kvadratının cəmini istəyir. Müsbət 10-un kvadratı 100-dür. Mənfi 10-un kvadratı da 100-dür. Çünki cüt dərəcə mənfin udur. Udur, yəni yox eləyir. Onun kvadratı da 100-dür. 100 ilə də 100-ü toplayanda 200. Cavab oldu C variantı. Diqqətli olun. Maraqlı sual. İndi baxaq 90, 92. 90, 92. Çox az qaldı. Cəmi 4 dənə sualımız qaldı. Uşaqlar, 2 dənə x çıx 2 deyir. Çıxılsın A. Üçlü bir şey görəndə Viet teoremi. Vuranda 6, toplayanda 5.
Hansı ədədlərdir? 3-dən 2. Sizə bayaq bir şey öyrətdim. Bilməlisiniz, kök 3-dürsə vuruq nədir? X çıx 3. Kök 2-dirsə vuruq nədir? X çıx 2. Bu da modulun içindədir deyə, modulun içində yazıram ki, kökün biri x çıx 3-dür, yəni vuruğun biri. O birisi də x çıx 2-dir. Bildiniz uşaqlar, kökü uyğun vuruqları tapdım, moduldadır deyə modulda yazdım. Bərabərdir 0. Uzaqdan baxırsınız, x çıx 2-lər ortaqdırmı? Çıxartdımsa nə qalır? 2 çıxılsın, modul x çıx 3 qalır. Nəyi nəyə vuranda 0 edir? 0-ı 0-a vuranda. Bir dəfə x çıx 2-ni 0-a bərabər edirəm, kökü tapıram 2. Bir dəfə də bunu 0-a bərabər edəcəm. Çünki 0-ı 0, bunda 0 edirəm, bunda. 2-dən nə çıxsam 0 eləyər? 2. Nəyin modulu 2-dir? Bir müsbət 2-nin, bir də mənfi 2-nin. İşarələrə fikir verin. 2 ilə 3-ü toplayanda 5 eləyir. Mənfi 2 ilə 3-ü toplayanda 1 eləyir. Deməli, uşaqlar 3 dənə kök tapdıq. Biri 2, biri 5, biri 1. Yerinə qoyub hesablayın görün, hamısı ödənirmi? Ödənir. Deməli, hamısı ödənir. Hamısı ödəndiyinə görə köklərinin cəmini istəyir. 2, 5, 1. Cəmləyin görün. 8. Bu qədər sadə. Yəni, normalda siz bu vuruğu yox, çox hədini görüb çaşırsınız ki, bunun necə kökünü tapım və ya kökünü tapandan sonra nə edeyim? Belə. Yəni 3-lə 2 deyil, iminli 3-lə 2-ni araş. Məsələn, bunu görən kimi deyirsiniz, kökləri 3-lə 2-dir. Yox, modul kimi həll eləyəndə köklər 3-lə 2 çıxmır. Baxın, 2, 5, 1 çıxır. Yəni, sırazı 2 ilə 3 görüb, burada da 2 görüb, çox adam 2 və 3 götürür kökü və köklərin cəmi 5 çıxır. Xeyr. Bildinizmi? Modulda başqa cür, modul qaydasından həll olunur. 92-yə baxaq. Hə, uzaqdan baxırsınız özdə. Bu kökdür, bu da özüdür. Ədəd kökünün nəyi idi? Kvadratı idi. Kökə t desəm, bu da kvadratıdır. Bildinizmi? Kök hissəyə t deyirəm. Yəni, kök altı x kvadrat üstə gəl 9-a t deyirəm. T-nin kvadratı üstə gəl t. 30-u bu yana keçirsəm 0. Nəyi nəyə vuranda mənfi 6 eləyir, toplayanda mənfi 1 eləyir. Mənfi 6 ilə 5-i toplayanda mənfi 1 eləyəcək. Deyir tənliyinin, yox, t nəyə demişdi uşaqlar? Kök altı x kvadrat üstə gəl 9-a. Bir dəfə mənfi 6-ya bərabər eləyəcəm, bir dəfə 5-ə. Çünki kökləri ilə tapdım da. T-nin biri uşaqlar mənfi 6-dır, biri bu 5-dir. T-dəki x kvadrat üstə gəl 9-a demişəm. İndi həll edirəm. Sizcə cüt dərəcədən köküdən mənfi çıxa bilər? Xeyr. Kökün içi də müsbət olur. Çıxan ədəd də müsbət olur. Bunu kök gördümsə sol tərəfi də kvadrata qaldırıram, sağı da qaldırıram. Olur x kvadrat üstə gəl 9 bərabərdir 25. 25-dən 9-u çıxanda 16. Nəyin kvadratı 16-dır? Müsbət 4-lə mənfi 4-ün kvadratı 16-dır. Görək nə qaldı? Bizə deyir köklərinin cəmini tap. Müsbət 4-lə mənfi 4-ün cəmi bizə bilir ki, əks ədədlərin cəmi nədir? 0. Diqqətli olun. 107-ci sual. M parametrinin hansı qiymətində tənliyin 3 kökü var dediyimiz qayda. Gəlin modul tənliyi yazaq. Çünki burada modul görürəm. Cüt dərəcəni də modulda yazıram. İndi diqqətli olaq görək. Üstə gələcək. Nə vaxt? Tənliyin 3 kökü olur. Sizə demişdim, modul tənliyin normalda 4 dənə kökü olur. 3 dənə kökü olması üçün hasili 0 olmalıdır. Cəm həmişə əks olur. Əks də mənfidir də. Bildiniz? C0, B əks. Uşaqlar, baxın, sərbəst həddi 0-a bərabər eləyəcəm. M kvadrat çıx 10M, üstə gəl 24-ü 0-a bərabər eləyəcəm. Viyyətə görə vuranda 24 toplayanda 10 olan ədəd hansıdır? 6 ilə 4. Amma deyir, M-in hansı qiymətində, hansı qiymətləri demir, hansı qiyməti. Yəni, bunlardan birini seçməliyəm. Birini seçməliyəm. Bir də dedik, axı, B-ni də mənfi eləməliyik. Uşaqlar, gəlin, bu B hissəni görürsünüz, mənfi eləyək. Diqqətli olun, bərabərsizlik əldə edəcəm. Nəyə vuranda 10 eləyir, toplayanda 7 eləyir, 5-dən 2-ni. Birinci balaca kökü yazıram, sonra böyük kökü. Ədəd oxunda birinci balaca kök, sonra böyük kök. M-imiz müsbətlə başlayır deyə müsbət, mənfi, müsbət. Bizdən uşaqlar görün nə istəyir? Mənfi aralığı istəyir. Deməli, haradan hara? 2-dən 5-ə.
İndi bunlardan birini seçməliydik. Bunlardan hansı 2 ilə 5-in arasında yerləşir? Uşaqlar, bax, ikisini də ödəməlidir. Həm C0 olmalıdır, həm də bunu ödəməlidir. 2 ilə 5-in arasında yerləşən bunlardan hansıdır? 6 2 ilə 5-in arasında yerləşmir, amma 4 həqiqətən 2 ilə 5-in arasında yerləşir. Yəni cavabımız 4-dür. Anladınız mı? Əsas məqsəd uşaqlar bunu 0-a bərabər eləməkdir. Sonra baxırıq 117-yə. 117-nin birinci hissəsi rahatdır. Amma ikinci hissəsi çox qəşəng sualdır. Diqqətli olun, görün. Deyir ki, Euler-Venn diaqramında A tənliyi budur və kökləri verilib. Bax, köklər verilib. Uşaqlar, A tənliyi budur. Köklər 5 ilə 3-dürsə, hasili neçədir? 15. C-ni tapdıq ki, 15-dir. Köklər 5 ilə 3-dürsə, cəmi neçədir? 8. Amma bura nəyin yazıram? Əksini. -8. B ilə C-ni uşaqlar tapdıq. İndi M ilə N-i tapaq. İndi B çoxluğuna baxaq. B çoxluğu budur. Kökləri 3 ilə 7-dir. Bizə B tənliyin amma bu verib. B-nin uşaqlar kökləri budur. Kök x-dır da, düzdür. Amma burada 2 dənə bir şey verir və siz çaşırsınız ki, çaşıb M ilə N-in yerinə qoyursunuz. Xeyr, kökü verib uşaqlar. Kök x-dır. X-a bir dəfə, əlimə baxın uşaqlar. X-a bir dəfə 3 deyəcəm, çünki bir dəfə 3 var kökü, bir də 7 var. X-a 3 desəm 3 çıx n bərabərdir n alıram. İndi X-a 7 deyin, 7 çıx n bərabərdir n alıram. Sizə demişdim, sağ tərəflər bərabərdirsə, sol tərəflər də bərabərdir. Yazırsınız 3 çıx m bərabərdir 7 çıx m. Modul bərabərliyi necə həll edirsiniz öyrətmişəm. Ya ikisini də müsbət çıxarırsınız, ya da birincini müsbət, ikincini mənfi. Müsbət çıxaranda ikisi də olduğu tərzdə çıxır. Bərabərin hər tərəfindən eyni şeylər ixtisar gedir. Qalır 3 bərabərdir 7. Sizcə 3 7-yə bərabər ola bilərmi? Xeyr. Növbəti halda birincini müsbət, yəni olduğu tərzdə, ikincini mənfi, yəni yerini dəyişdirib çıxarırsınız. M-ləri bir tərəfə yığanda mənfi 2 m eləyir. Ədədləri bir tərəfə yığanda mənfi 7 çıx 3, yəni mənfi 10 eləyir. Mənfiləri silsəm 2 dənə m 10-dur. 10-u 2-yə böləndə m-in biri 5-dir. Uşaqlar, m-i tapdıq ki 5-dir. Baxın, m-i də tapdım 5-dir. İndi qaldı bir dənə n-i tapmaq. N-i necə tapım? Uşaqlar, bir dənə sarı ilə göstərəcəm. Üstənilən birində, baba bu ikisinin üstənilən birində yerinə qoysaz eyni şey eləyəcək. Gəlin birincidə qoyaq. 3 çıx m bərabərdir modul n. M-i 5 tapmışam. 3 çıx 5-in modulu bərabərdir n. 3-dən 5-i çıxanda mənfi 2-nin modulu n-dir. N onda neçədir? Mənfi 2-nin modulu. Modul nə edir? Müsbətləşdirir. Müsbət 2-dir. N-i də tapdıq ki, müsbət 2-dir. Buraya yazırıq 2. Aydındırmı? Bir də hesablamayın. Əsas siz bildiniz də B mənfi 8-dir, C 15-dir, M 5-dir, N də 2-dir. Diqqətli olun. Əsas bu M-in hissədə diqqətli olun. Yəni 3 ilə 7-ni M ilə N-in yerinə yox. Kök nədir? Kök x-dır. X-in yerinə qoyasınız. X-in yerinə bir dəfə 3 qoyasınız təmkinli halda. Bir dəfə də 7 qoyasınız və sonra bərabər eləyəcəksiniz. Belə ciddi olsaq çox rahat dərsdir. Belə bir də başına qayıdım bir şey kəlmə söz deyim. Uşaqlar, ümumiyyətlə modul bildiniz, 4 dənə qaydasını dedim. İrrasional da kökdür. Kökdə də sadəcə bir kökdə bilməlisiniz ki, kvadrata qaldırırsınız. Bir də kökün içi mənfi ola bilməz və çıxan ədəd mənfi ola bilməz. Kökün içi də müsbət olmalıdır, çıxan ədəd də müsbət olmalıdır. 0 da ola bilər. Söhbət cüt dərəcə kökdən gedir. Uğurlar, diqqətli olun.